Salam 9-cu sinif şagirdləri. Buraxılış imtahanında qarşısına bu tipli suallar çıxa bilər qarşınıza. Suallarımızı seçmişəm. Sualları izah edəcəm sizin. Bir bərabər yanlı trapesiyanın orta xətti 6 cm-dir. Diaqonalı oturacağı ilə 30 dərəcələ bucaq əmələ gətirir. İti bucağı 60 dərəcə olarsa perimetrini tapın. Bərabər yanlı trapesiya çəkirik dərhal. Bərabər yanlı trapesiyanın diaqonalını çəkirik. Diaqonal oturacaqla 30 dərəcəli bucaq əmələ gətirir. İti bucağı 60-dır. Bərabər yanlı trapesiyada oturacağı bitişik bucaqlar bir-birinə bərabər olduğu üçün bu hissədə 60 olacaq. Burası 30-dursa, burası da 30 dərəcə olacaq. Burada çarpıcı bucaqlar olduğu üçün burada 30 dərəcə olacaq. Burada görürsünüz ki, bərabər yanlı 3 bucaq yaranır. Bərabər yanlı 3 bucaqda yan tərəflər bir-birinə bərabər olduğu üçün yan tərəfə A deyirəmsə, kiçik oturacaqda A olur. Digər yan tərəfdə A olur. 30-60 dərəcə burada bir 3 bucaq yaranır. Baxın, bu 3 bucağı görürsünüz. Bu 3 bucaq düz bucaqlı 3 bucaqdır. Çünki iti bucaqları biri 30-dur, biri 60-dır. Bura 90 dərəcədir. 30 dərəcə bucaq qarşısındakı bu katet hipotenuzun yarısı olduğu üçün aşağı hipotenuzu deməli ora 2A olacaq. Deməli biz bunun perimetrini tapanda bu A'ların hamısını toplamalıyıq. Hamısı birlikdə A, burada 2A, 5A edir. Mən A'yı tapsam 5'ə vurmaqla perimetrini rahat şəkildə nə edəcəm? Tapacam. İndi deyir ki, bərabər yanlı trapesiyanın orta xətti 6 cm-dir. Orta xətti tapmaq üçün nə etməliyik? Kiçik oturacaqla böyük oturacağı toplayıb bölməliyik ki, bərabər eləməlidir 6. Tənasıb kimi yanaşsaq, sağ bərabərdir 12. Ayda tapılan 4. Ay 4 tapandan sonra 5 ay tapmasın, 5'i 4'ə vuracaq. Verəcək 20 cm. Yəni doğru cavabımız neçə olur? 20 cm olur perimetr. İkinci sualımızda 2 zər atılır. Birinci zərin xalının 2-dən 1 vahid böyük olması hadisəsinin ehtimalını tapın deyil. 2 zər birlikdə atanda bütün mümkün halların sayını 36 qəbul edirsiniz. Birinci zərin xalının ikincidən 1 vahid böyük olması. Yəni birincinin ikincidən 1 vahid böyük olması halları hansı forma düşə bilər zərrlər? 2-1 formasında 2-1-dən 1 vahid böyükdür. 3-2 formasında 3-2-dən 1 vahid böyükdür. 4-3 formasında, 5-4 formasında, 6 və 5 formasında. Bütün əlverişli hallar sayı neçə dənədir? 1, 2, 3, 4 və 5. Yəni cavabımız olacaq neçə? 36-da 5 şəklində. 25-ci sualda eni 18 desimetr, uzunluğu 24 desimetr olan otağa ən azı neçə kvadrat şəkildə kafe düzəltmək olar? Bu 2023-cü ildə buraxılış imtahanı düşən sualdır. Burada ən azı neçə kvadrat şəkilli kafe düzəltmək oları yox, tərəfi 6 olan ən azı neçə kvadrat şəkilli kafe düzəltmək olar? Belə bir testdir o. İndi ilk öncə biz düzbucaqlı deyirik ki, düzbucaqlı şəkildə uzunluğu otaq, çünki N12-dir, uzunluğu 24-dürsə, deməli sahəsi 18-i vuracaqsınız 24-də. Tərəfi 6 deyirdisə şərtdə, kvadratın da sahəsi S bərabərdir, 6-nın kvadratı nəyə bərabərdir? 36-ya bərabərdir. Bu sahənin içərisində nə qədər sahəsi 36 olan kvadrat olduğunu tapmaq istəyirsinizsə, 18-i 24-də vurub 36-ya böləcəksiniz. Burada da ixtisar gedəcək. 1, 18-dən 36 2 dəfə, 24-də 2-yə böləndə doğru cavabımız olacaq neçə? 12. 10-cu sualda deyir ki, bizə diametrə perpendikulyar olan vətər diametri 5 və 45 olan 2 hissəyə bölür. Təsəvvür edin ki, bir dənə çevrə çəkirik. Baxın, çevrə çəkdik. Diametrə perpendikulyar. Bir dənə diametri çəkdik. Buna perpendikulyar olan vətər çəkirik. Baxın, vətəri də çəkdik. Vətər diametri 5 və 45 olan hissələr ayırır. Bura 45, burada 45 olan hissələr ayırır. Vətərin uzunluğunu istəyir. Vətərin uzunluğunu bilmirəm neçədir. Bax, vətəri də işarə edirəm qırmızı ilə. Bax, bura bizim nəyimizdir? Bura bizim nəyimizdir? Vətərimizdir. İlk öncə vətərə perpendikulyardırsa, bura 90 dərəcə olur. Bunu bilin. Və vətəri 2 dənə bərabər hissəyə bölməlidir. Qayda belədir.
diametr çevrənin mərkəzindən vətərə qaldırdığımız perpendikulyar vətəri 2 bərabər hissəyə bölür. Və burada bizim bildiyimiz bir qayda yaranır. Nədir o qayda? Çevrədə 2 dənə vətər kəsişirsə, vətərlər üzərində hissələr əmələ gəlirsə, bu hissələrin hasili bir-birinə nəyə bərabər olur? Onların bir-birinə hasili bərabər olur. Yəni A B-yə vuranda bərabərdir C vursun D şəklində olan bir düsturumuz vardır. Burada da x-i vuracaqsınız x-a, 5-i də vuracaqsınız neçəyə? 45-ə. Bu olacaq x-in kvadratı. 5-i də 45-ə vuranda 225 edir. Və x-i tapırsınız 15. X 15-dirsə, burada 15-dir. Yəni, doğru cavabımız olacaq ikisinin cəmi neçə? 30. Doğru cavabımız olur 30. Digər sualımız, polipetin oturacağına bitişik tərəfləri 6 dəfə artırıb hündürlüyünü 6 dəfə azaltsaq həzmi necə dəyişər? Birincisi, polipetin həcmi V bərabərdir. A vurulsun, B vurulsun, C şəklində tapılır. Təsəvvür edin ki, deyək ki, A ilə B oturacağına bitişik tərəflərdir, C isə hündürlüydür. Hər birini 6 dəfə artırsam, 6A olacaq, B-miz də 6B olacaq. C isə hündürlüyünü 4 dəfə azaltsam, C bölünsün 4 olacaq. Bunları bir-birinə vuranda 36 ABC bölünsün 4 olur. 4-ün 36 ixtisar gedir, olur 9 ABC. Yəni həcmi necə dəyişər? Həcmi 9 dəfə artacaq. Doğru cavabımız belədir. Sonra gəlirik 18-ci sual. 18-ci sual düzbucaqlı üçbucaqda düz bucaq təpəsindən hipotenuza çəkilən median və tənburan arasındakı bucaq 30 dərəcə olarsa kiçik iti bucağı soruşur. Bir dənə düzbucaqlı üçbucaq çəkdik. Düzbucaqlı üçbucaq çəkdik. Düz bucaq təpəsindən hipotenuza çəkilən median bizim medianımız olsun. Bu da bizim tənbölənimiz olsun. Bunlar arasında bir dənə x bucağı yaranır. Həmin x bucağı istəyir. Ümumi qayda belə bir şeydir ki, düzbucaqlı üçbucağın alfamız, betamız. Ümumi qayda belə bir şeydir ki, düzbucaqlı üçbucaqda median və tənbölən arasındakı bucağı tapanda iti bucaqları bir-birindən çıxırıq, bölürük 2. Amma hündürlük və median arasındakı bucaq olsaydı, sadəcə iti bucaqları bir-birindən çıxacaqdır. Yəni alfa çıxılsın beta şəklində. Modulda çünki bucağımız mənfi olmur. Müstəvi fiqurlarında. Deyir ki, median və tənbül arasındakı bucaq 10 dərəcə olarsa, kiçik iti bucağı soruşur bizdən. Yəni alfadan çıxmışıq betanı, bölmüşük 2-yə, eləyib neçə? 10. Alfa çıxılsın betamız bərabərdir neçə? 20 dərəcə. Bizdən kiçik iti bucağını soruşur. Kiçik iti bucaqda təbii ki, nədən nəyə çıxanda 20 eləyir, ona baxmaq lazım. Alfa çıxılsın betamız 20 dərəcədirsə, biz bilirik, axı iti bucaqlarında cəmi 90 dərəcədir. Tərəf-tərəfə toplasaq, 2 alfa bərabərdir 110 dərəcə. Alfamız bərabərdir 55 dərəcə. Bir iti bucağımız 55-dirsə, təbii ki, bunların cəmi 90 olduğu üçün digəri də 35 dərəcə olacaq. Bizdən kiçik istəyir. Doğru cavabımız neçədir? 35 dərəcədir. Sağ olun.